Şairə qonağımız gələcək və onun da bugün yeni qəzəl kitabı var. Oradan maraqlı bir qəzəllər eşidəcəyik. Beləliklə studiyamızın qonağı Kəmalə Şahbazini, şairəmizi dəvət edirəm. O gözəl xanımdır. Kəmalə xanım və istəyirəm kitabımızı gətirim sizə, o qəzəllərdən ibarət kitabımız. Qəzələm mən adı ilə. Təqdimatı olub? Oldu, bəli. Bizdə olan görüntü bu təqdimatdandır. Bəli, bəli. Gəlin dostlar təqdim edək. Elə bu haqda da istəyirəm Kəmalə xanım özü bəhs etsin. Buyurun. Üçüncü kitabımdır. İlqar Fəhminin, Kəmal Hüseynzadənin, Hacı Səyyarın və elə Fədaya xanımın iştirakı ilə gözəl bir təqdimat oldu. Burada onlara təşəkkür edirəm. Təşəkkür edirik. Çox gözəl olardı ki, videodan, tədbirdən bir kadrlarımızda hal-hazırda rejissorumuz təqdim edəcək. Söhbət bu kitabdan gedir. Qəzələm mən adlı Kəmalə xanımın üçüncü kitabından. Mən əruz şairiyəm. O əruzla əlaqəli danışmaq da istəyərdim. İlqar Fəhmi ustadım, dəyərli ustadım və hətta fəxr edirəm ki, onun birə-bir, yəni fərdi çalışdığı 3 il, 4 il arxa-arxaya dərs verdiyi 25-26 il əvvəl. Yəni o elə bir ustaddır ki, əsrlərcə bəhrələnəcək ondan şairlər. Amma mən o şansım oldu ki, fərdi dərs aldım ondan. Eyni məclislərdə olduq. Və Hacı Səyyar, Allah rəhmət eləsin, Arif Buzovnalı və yəni Arif Buzovnalı yenidən məni qaytardı və bu üçüncü kitabımı çıxartdım. Əruzda bəzən olur-olmaz danışmaq istəyənlər oldu. Əruz elə bir şeydir ki, buradan demək istəyirəm, qəzəl, qəzəldə. Qəzəlin öz qanunları var. Ancaq o dördlü olursa, qəzəl olmur. Və əgər orada sınıq-sınıqdırsa, əruz sayılmır. Sadə şeir kimi qəbul edirik. Birdən artıq sınıq varsa, onu biz heç əruz şeiri qəbul etmirik. Sadə bir şeir deyirik. Bunun üçün bəzi yanlış reklamlar oldu, bəzi yanlış söhbətlər oldu. Mən orada... Biz o mövzulara dəyməyəcək, dedim ki, orada qalib oldum.